Deməli, müəllimlər, növbəti nəzəriyyəmiz sosial intizam modeli nəzəriyyəsidir. Bu nəzəriyyəmizdə yenə də davranışa bağlıdır. Şagird davranışlarının nizamlanmasına aiddir. Bu nəzəriyyəmizdə əvvəlki nəzəriyyələrimiz kimi Avstriyalı psixiatr və pedaqoq Dreykus tərəfindən hazırlanmış bir nəzəriyyədir. O Dreykus tədqiqatlar aparmışdır və uşaqlarda xoşagəlməz davranışların məqsədlərini başa düşmək üçün sosial intizam modelini işləyib hazırlamışdır. Yəni sosial intizam modelində hər hansı bir cəza və mükafat olmadan şagirdlə əməkdaşlıq edərək həmin şagirdin davranışında olan problemləri aradan qaldırmaq və yaxud da davranışını stimullaşdırmağı təklif edir bu nəzəriyyə. Məsələn, onu qeyd edək ki, sosial intizam modeli nəzəriyyəsinə görə ümumiyyətlə insanların hamısı hər zaman, həmişə hər hansı bir sosial qrupa aid olmağa ehtiyac duyur və qəbul olunma ehtiyacı duyur. Sosial intizam modeli nəzəriyyəsinə görə də bildirir ki, Rudolf Dreykus bildirir ki, insanın pis davranışının əsas səbəbi sosial qrupa aid olmama hissi ilə əlaqəlidir. Yəni, şagird üzərindən baxsaq məsələyə, şagird o zaman pis davranış nümayiş etdirir ki, o hər hansı bir sosial qrupda aid olmama hissi keçirir. Və bunu bu zamanda, bu qrupa, sosial qrupa aid olmama hissini keçirəndə də müxtəlif səhvlər eləyir. Biz buna baxacaq 4 səhv məqsədlər edir və bu səhv məqsədlərin nəticəsi olaraq biz müəllim olaraq bu problemləri necə aradan qaldırmalıyıq, ona baxmalıyıq. Yəni, qeyd elədiyimiz kimi sosial qrupa aid olmama hissi ilə əlaqəli olaraq səhv məqsədləri olur. Baxırıq, diqqəti cəlb etmək. Səhv məqsəd olaraq uşağın məqsədi başqalarını məşğul etməklə onlarda xüsusi diqqət, qayğı gözləməkdir. Yəni, istəyir ki, müəllimi və yaxud da sinif yoldaşlarını məşğul eləsin, onların diqqətini çəksin. Uşağın inamı, mən yalnız diqqət çəkəndə və xüsusi qayğı görəndə özümə aid hesab edirəm. Mən yalnız səni mənimlə məşğul etdiyim zaman önəmli olmuş oluram. Yəni, başqalarının diqqətini çəkərək mən də varam kimi şagird özünə diqqəti cəlb etməyə çalışır. Gizli mesaj isə, yəni əslində onun demək istədiyi isə mənə diqqət yetirin, məni cəlb edin, qoşulmaq istəyirəm. Bəs biz bunun qarşısını necə ala bilərik? Həll yolları, məsələn, diqqəti minimuma endirmək üçün davranışa məhal qoymayın, yaxınlıqda durun, qeyd götürün. Şagirdin diqqətini yayındırın. Bax, bu gözəl həll yoludur. O zaman şagirdin diqqətini yayındırmaq, başqa istiqamətə yönəltmək daha ideal olar. Məsələn, fəaliyyəti dəyişdiririk, suallar veririk, jestlərdən istifadə edirik, onun diqqətini yayındırırıq həmin o məqsədindən. Uşağın hər hansı bir yaxşı davranışı varsa, həmin o müsbət davranışına görə təşəkkür edirik, yəni ona və yaxud da stiker yapışdıra bilərik, yəni belə balaca ulduzlar olur, yapışqanlı, əlinə yapışdıra bilərik. Yəni, bununla da şagirdə özünə inam vermiş olaraq, özünə inam formalaşdıra bilərik. Bir çox problemlərin səbəbini çözsək, özgüvənsizlikdir və biz o problemi aradan qaldırmaq üçün ən yaxşı silah isə həmin şagirdə özgüvən hissini, özünə inam hissini verməklə biz bu problemi aradan qaldıra bilərik. Sonra burada qeyd edib şagirdi hərəkət etdirin, şagirddən başqa oturacaqda oturmasını xahiş edin, düşünmə kreslosu. Bu metod bizdə heç yoxdur, ona görə heç buna baxmağın adı yoxdur. Ümumiyyətlə, bu səhv məqsəd, bu sosial intizam modelinə görədir bu. Səhv məqsədlər uşaqlarda olur, həll yollarda sosial intizam modelinə görə burada bizə təklif olunan həll yollardır. Biz əslində bunun üçün özümüz də hər hansı bir başqa bir yollardan istifadə edə bilərik. Sadəcə sosial intizam modelinə görə biz bunları mənimsəməliyik, bilməliyik ki, nəzəriyyənin mahiyyəti nədir? Güc nümayiş etdirmək.
Uşağın məqsədi güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışmaqdır. Uşağın inancı, mən yalnız nüfuzlu olduğum vəziyyətdə nəzarət etdiyim və heç kimin mənim üzərimdə nüfuz sahibi ola bilməyəcəyini sübut etdiyim zaman özümü mənsub hesab edirəm. Gizli mesaj, mənə kömək edin, mənə seçimlər verin, özümü bacarıqlı hiss etmək istəyirəm. Burada isə biz bu problemləri aradan qaldırmaq üçün fərdi söhbət edə bilərik şagirdlə ədalətli, ardıcıl şəkildə çalışaraq davranışı müsbətə doğru dəyişməyə çalışmalıyıq. Bunun üçün hər hansı bir cəza tədbirlərindən yox, yəni fəaliyyəti düzəltmək üçün düzəldici fəaliyyətlərə diqqət yetirməliyik. Qisas almaq. Uşağın məqsədi əvəz çıxmadır. Uşağın inancı, özüm inciyəndə başqalarını da incitmək istəyirəm. Mən bəyənilə və sevilə bilmirəm. Gizli mesaj, mənə kömək edin, incimişəm, hisslərimi qəbul et, mənə sayıldığımı hiss etmək istəyirəm. Yəni, burada da şagird qisas almaq istəyir. Ona görə qisas alır ki, öz sayıldığını hiss eləmək istəyir. Yəni, fikirləşir ki, sosial qruplar tərəfindən sayılmır və o da istəyir ki, sosial qrupa aid olsun. Çünki bunların hamısının səbəbi sosial qrupa aid olmama hissi ilə əlaqəlidir. Yəni, azdırmı belə şagirdlər ki, məsələn, biz keçən dərslərimizi bullyingdən danışdıq. Bullyingə məruz qalan şagirdlər, bu gətirib depressiyaya qədər çıxardır, intihara qədər gətirib çıxarır bunun nəticəsi. Çarəsizlik hissi və imtina. Uşağın məqsədi təslim olmaq, tək qalmaq, uşağın inancı, mən qeyri-kamil olduğum üçün aid ola bilmirəm, ona görə də başqalarını məndən heç nə gözləməməyə inandıracağam, mən acizəm, mən bacarmıram, çalışmamın faydası yoxdur, gizli mesaj, mən öhdəsindən gələ bilməyəcəm, kiçik addımlar göstərin ki, uğurlarımı vurğulayın, özümü olduğum kimi qəbul etməliyim. Yəni, artıq burada uşaq təslim olur ki, yəni mən beləyəm. Bu halda da nə etməliyik? Təbii ki, müxtəlif metodlardan istifadə etməliyik, fərdi dəstək göstərməliyik uşağa. Uşağa özgüvən hissini verməyə çalışmalıyıq. Ona hər hansı bir müsbətini göstərərək, ona özgüvən hissini verərək şagird davranışını müsbətə doğru dəyişə bilərik və yaxud da səhvlərindən doğru nəticə çıxarmağı öyrədə bilərik və şagirdi bu durumdan çıxartmağa yardım göstərə bilərik. Daha doğrusu elə biz müəllim olaraq göstərməliyik, nəinki məktəbdə, hər bir yerdə biz çalışmalıyıq ki, uşaqları qoruyaq. Bu, qeyd elədiyimiz kimi, çox zaman bullyinglərin nəticəsi olur. Biz bullyinglərdə haqqında da danışmışdıq. Keçən dərsimizdə də mənə elə gəlir ki, burada heç bir çətinlik qalmaz. Bir də müəllimlər. Təbii ki, hər bir halda şagird davranışını dəyişməkdə, şagirdi ruhlandırmaqda tərif və təşviqin öz rolu var. Yəni, biz şagirdin hər hansı bir müsbət davranışını biz tərifləyərək, ona özgüvən hissi verərək, onun daha da irəliyə apara bilərik, daha da inkişaf etdirə bilərik və yaxud da özgüvən hissi verərək daha da irəli getməsinə səbəb olmuş olaraq. Ümumiyyətlə, uşaqlar həmişə fikir verirsinizsə bəyənilməyə can atırlar. Uşaqlar istəyirlər ki, həmişə onlar təriflənsinlər, onlar mən bunu bacarıram. Yəni, özlərini birini bəyəndirməyə çalışırlar, fikir verirsəniz uşaqlar. Yəni, uşaqları təşviq etmək nailiyyətindən daha çox səy göstərməyə diqqət yetirir. Eyni zamanda da onların cəhdlərini davam etdirməyə sövq edir. Yəni, biz uşaqları tərifləməkdən də başqa, onları hər hansı bir fəaliyyətə də təşviq etməliyik. Yəni, tərif nailiyyət səviyyəsinə görədir. Elə bir tərif nailiyyət səviyyəsinə görə biz diqqət yetiririk, onları tərifləyirik. Təşviq isə onları cəhdlərə aparır. Cəhd etməyə aparır. Yəni, cəhdə yönəldir.
Və müəllimlər, necə ki, tərifləməklə təşviq fərqlənir, eyni zamanda da cəzalandırmaya qarşılıq olaraq məntiqi nəticə çıxarmaq təklif olunur. Məsələn, bu nə deməkdir? Məsələn, cəzalanmanın qarşılığı olaraq məntiqi nəticə çıxarmaq təklif olunur. Yəni cəzalanma yolu ilə yox, onun əvəzində başqa bir fəaliyyətlə biz şagird davranışını stimullaşdıra bilərik. Məsələn, deyək ki, şagird məktəbin divarını yazıb, müəllim məsələn onu dərsdən sonra saxlayıb cəza vermək əvəzinə bu cəzanın məntiqi nəticəsi olaraq məsələn xahiş eləyə bilər ki, divarı təmizlə. Və yaxud da ki, şagird sinif materiallarını zədələyib, müəllim şagirdin valideyninə qeyd göndərib onu cəzalandırmaq əvəzinə, müəllim onun düzgün istifadə etməyi bacarana qədər, düzgün istifadə etməyi seçənə qədər şagirdin sinif materiallarından istifadəsinə mane ola bilər. Bu da yəni cəzalanmanın əvəzi olaraq, qarşılığı olaraq məntiqi nəticə bu deməkdir. Ümumiyyətlə, üzr istəyirəm. Ümumiyyətlə, şagirdlərin xoşagəlməz davranışlarını minimumlaşdırmaq üçün, bunu aradan qaldırmaq üçün biz müəllimlər hər zaman müsbətə köklənməliyik. Yəni, müsbət münasibət bir yolxucu virus kimidir, yolxur. Yəni, biz müsbət davranış sərgilədikcə, davranış göstərdikcə, şagird artıq müsbətə doğru dəyişəcək. Yəni, biz onlara irad göstərsək, biz deyinsək, yəni bunun nəticəsi nə olacaq? Onlar da deyinəcək, düzdürmü? Ümumiyyətlə, şagirdlərin mükəmməlliyə yox, təkmilləşməyə doğru sövq eləmək lazımdır. Yəni, təkmilləşməyə doğru aparmaq lazımdır. Yəni, heç nə mükəmməl olmur təbii ki. Heç mükəmməlizm özü də yaxşı bir şey deyil. Yəni, mükəmməliyə yox, yəni təkmilləşdirməyə çalışmalıyıq. Zəif cəhətlərini minimuma endirmək üçün, yəni onların həmişə güclü tərəfini vurğulamalıyıq. Yəni, hər kəsin bir güclüsü tərəfi var da, düzdürmü? Hər kəsin bir müsbət tərəfi var. Yəni, hər hansı bir fəaliyyətində onun müsbət fəaliyyətini biz tərifləsək, müsbət fəaliyyətini vurğulasaq, bu davranışlar da davamlı olacaq. O hər zaman çalışacaq ki, müsbət davranış nümayiş etdirsin, müsbətə doğru irəliləsin və yaxud akademik cəhətdən hər hansı öyrənmə onun fəaliyyətini biz vurğulasaq, hər zaman çalışacaq ki, akademik cəhətdən çalışsın, öyrənsin və bu da təbii ki, sonda inkişafa doğru aparmış olacaq. Deməli, biz dedik ki, həm də təbii ki, hər zaman biz nəyə çalışmalıyıq? Müstəqillik verməliyik şagirdlərə. Da müstəqillik də o mənada ki, yox ki, yəni nə müəllim saysın, nə şagird saysın, bu yox. Təbii ki, bu davranış pozuntusudur, bu nizam-intizamsızlıqdır. Yəni, seçim imkanı qeyd elədik əvvəlki nəzəriyyələrimizdə, azadlıq imkanı dedik. Yəni, müstəqillik olduqda şagird öz məsuliyyətini də hiss eləməyə başlayacaq. Eyni zamanda da biz şagirdlərə etimad göstərsək, onlar da bizə etimad göstərəcəklər. Yəni, qeyd elədiyimiz kimi müsbət davranış yolxucudur. Müsbət görəcəklər və müsbət ötürmüş olacaqlar. Belə əziz müəllimlər, bu nəzəriyyəmizdə bu qədər. Keçək növbəti nəzəriyyəmizə. Bura qədər müəllimlər çətinliyi olan oldu mu? Nəsə anlaşılmayan hissələr? Hər bir şey aydındır, müəllimlər. Səsiniz gəlmir, müəllimlər. Müəllimə, narahat olmayın. Test elədikcə kitabı qoyub qarşımıza oxuyub təkrar onun hamısını yadımızda qalmayanda yadımızda qalacaq. Ümumiyyətlə, müəllimlər, burada məsələn əzbərləmək yox, anlamış olsaq, bu kifayət eləyir. Yəni, hər bir şey burada aydın oldu mu? Burada məsələn, səhv məqsəd nədir? Bunlar nə deməkdir ümumiyyətlə? Niyə bunlar baş verir? Hər bir şey aydın oldu mu? Məsələn, bu səhv məqsəd niyə görə olurdu? Niyə şagird bu məqsədləri, o səhv məqsədləri olmuş oldu? Niyə? Səbəb nə idi? Kim deyər, müəllimlər? Yeyib içməkdir, deyəsən orada hamı yeyir, içir, çaydan, yeməkdən. Deyəsən öz başıma danışıram. Xeyr, müəllimə. Yəni ki, nə bilim müəllimə, mənim subyektiv fikrimdir. Mən belə başa düşdüm ki,
şagird o səhvi eləməkdə, yəni başqasından nümunə götürmür də. Səhv eləyir, necə deyim, necə başa düşmüşəm elə dediyimdə. Buyurun. Müəllimə, bu sosial intizam modeli nəzəriyyəsi, yəni Dreykusun bu nəzəriyyəsinə görə nəyə görə şagirdlər Şagird diqqət istəyir müəllimdən. İstər müəllim olsun, istər valideyn olsun, fərqi yoxdur. ümumiyyətlə Səhv edərkən o səhvi o dəqiqə şagirdə demək lazımdır, üstünə getmək lazımdır ki, sən niyə bu səhv elədin? Məsələn, mən 2 gün bundan əvvəl məktəbdə bir nəfər şagird götürüb summativi cırıb töküb müəllimin üstünə deyib ki,